yazı ədəbiyyatındakı ilkin açdırdıq, nəzəriyyə bölməsinin ilkin açdırdıq. Bugün keçirik 10-cu sinifin ilk mövzusu olan şifahi xalq ədəbiyyatı. Dedik ki, istər şifahi olsun, istər yazılı olsun, üç ədəbi növümüz var idi. Lirik növ, epik növ, dramatik növ. Biz yazı ədəbiyyatının lirik, epik, dramatik növünü keçdik. Bugün isə nəyi keçirik? Şifahi xalq ədəbiyyatının lirik, epik və dramatik növünü. Eyni anlayışdır. Gəlin köməkli deyil. Lirik növdə nə əsas götürülürdü uşaqlar? Tərənnüm, Epik növdə nə əsas təhkiyə, bir də təsvir, əyani göstərmə. Əyani göstərmə. Bir dənə fərqləri nəyindədir? Janrlarındadır. Şifahi xalq ədəbiyyatının lirik növbələr daxil uşaqlar. Buradan yazalım. Birinci nəğmə gəlir uşaqlar. Nəğmə. Yazdıq bura nəğmə. Sonra ikinci gəlir mahnı, nəğmə, mahnı. Üçüncü də gəlir bayatı. Birinci gəlin bayatıdan başlayır. Çünki bayatı haqqında məlumat vermişik də. Bayatı neçə hecə olurdu uşaqlar deyin görək. 7. 7. Neçə olurdu zansız? 4. 4. Neçə? Bir də bayatının daxil Bir bənddən ibarət olurdu. A, B, A. A, B, A ilə də bir bənddən ibarət idi. Mən demişdim ki, bayatıda əsas fikir 3 ilə 4-dədir, amma zəmin hazırlayan da 1-2 sıradır. Və bayatlar adətən əzzinə, mənaşik, eləm ifadələrindən başlayırdı. Bayatda yeganə janrdır ki, həm şifahi xalq ədəbiyyatına aid, həm də yazıya. Yəni, elə bayatlar var, müəllifi var, amma elə bayatlar var, müəllifi yoxdur. Məsələn, Şahsman Xatay bayatı yazıbdır. Qasım Bəzakirin bayatları var, onları öz yerdə saxlayırıq. Nəğmə. Nəğmə lirik növün ən qədim janrıdır və bir neçə yerə bölünür uşaqlar. Demək, əmək nəğmələri var, sonra mövsüm nəğməsi var, mövsüm. Daha sonra mərasim nəğməsi var, mərasim. Sonra ailə məişət nəğmələri var, ailə, məişət və ən sonunda qəhrəmanlıq nəğməsi var. Vüsal, neçə yerə bölündü, bir dənə say görək? Vüsal, neçə yerə bölündü? Əmək nəğməsi, mövsüm, mərasim, ailə məişət, qəhrəmanlıq. 4 yerə deyil, buradan bura səyə bilmir uşaqlar. 5 yerə bölünür. Əmək nəğməsi öz növbəsində uşaqlar 2 yerə bölünür. Hansılardır əmək nəğmələrimiz? Bir, bollavar var uşaqlar, bollavar. Bir də sayası sözləri var. Sayası. Uşaqlar, sayat çoban deməkdir. Çoban qoyunçuluqda istifadə olunur. Oxuduğu nəğmələr, qoyunçuluqla bağlıdır. Bollavar isə öküzlə bağlıdır. Öküzdür, xışdır, kötandır. Yəni, qısaca kənd təsərrüfatla bağlıdır. Bizdə testdə burada qabağımıza nə çıxar? Kəl var, kərə var, kürə var. Kərə kürə deyirsə qoyun deməkdir. Ondan nə götürəcəksiniz? Sayası. Amma kəl öküz deməkdir. Kəl varsa ondan nə götürəcək uşaqlar? Holla var. Bu testdə çox düşür, diqqət olar. Məsələn, nənəm qarış qoyun, yununa bir qarış qoyun. Çoban səndən 2 süd duyur, südü verir, qarış qoyun. Sayası. Sayasıdır. Sonra mövsüm nəğmələri, ilin fəsilləri ilə bağlı olan nəğmələrdir. Bir də uşaqlar, müəyyən dini ayinləri icra eləmək üçün də oxunur bu nəğmələr. Məsələn, qodu var, məsələn, ay yer baba var, yer gətirmək üçün oxunan nəğmələrdir. Sonra günəş çıx, yağmur gəl, duman qaç kimi nəğmələr nəyə aiddir uşaqlar? Mövsüm. Və adına bəllidir ki, ilin fəsilləri ilə bağlıdır. Üçü bizə yağıdır, üçü cənnət bağıdır. Üçü yığıb gətirir, üçü vurub dağıdır. Elə bu nəğmədir nəyə aiddir? Biz sizə hər ildə, hər fəsildə neçə dənə ayımız var? 3 ayımız var. Sonra mərasim, günlük həyatımız olan mərasimləri əks etdirir. Biz bunu yazı ədəbiyyatda mərsiyənin keçində demişdik. Mərsiyənin şifahi xalq ədəbiyyatı versiyası hansı idi uşaqlar? Ağlar. Mərasim bölünür 2 yerə. Toy nəğmələri var, bir də yas nəğmələri var. Uşaqlar, yas nəğmələrini ağlar, edibə ediləmə də deyilir, diqqət olaq. Bir insanın ölümündən doğan nəyə əks etdirir? Kədəri. Toy nəğməsi daha tam əksinə müsbət ağrıda, yəni nikbin əhval-ruhiyyədə olur və qız götürməkdir, oğul evləndirməkdir, nişandır. Bu kimi fikirlər öz əksini tapır və buna deyilirlər toy nəğmələri. Məsələn, toyda ifadə olunur, 7 oğul istərəm, bircə dənə qız gəlin. Anam bacım qız gəlin, əl-ayağı düz gəlin. 7 oğul istərəm, bircə dənə qız gəlin. O nəyə aid olan nəğmə uşaqlar? Toy nəğmələri. Ailə məişət də bölünür 2 yerə. Bir layla var, bir də oxşama var. Layla ananın övladını yatızdırmaq üçün oxunan nəğmələrdir və burada ananın övladı ilə bağlı gələcək arzu səhləri, təbii ki, xoş arzu səhləri ifadə olunur. Oxşama isə yuxudan narahat qalxan körpəni eləmək üçün ifadə olunur uşaqlar, sakitləşdirmək üçün. Bunun digər adı nazlama və əzizləmə də deyilir. Bu oxşamalar ikilik və dördlük şəklində olur və yumoristik məzmunda olur. Balama qurban inəklər, balam nə vaxt yeməklər. Balama qurban ilanlar, balam nə vaxt dilanlar. Balama qurban alçalar, balam nə vaxt əl çalar. Yəni bu kimi ifadələrlə nə deyilir? Oxşama deyilir. Qəhrəmanlıq isə Koroğlu'da qabağımıza çıxa bilər, Dədə qabağımıza çıxa bilər. Aşklar adətən ifadə edirlər. Onların bildikləri qəhrəmanlıq göstərdiyi zaman oxunan nəğmələrə deyilir uşaqlar, qəhrəmanlıq nəğmələri.
Qədimdə də aşığa dədə, ozan, bağırsaq deyilir. Bu da ayrıca testə düşür, diqqətli olalım. Elə aşıq demişkən bir şey də vurğulayım ki, bu aşıqlar iki yerə bölünür. Bir ifaçı aşıq var, bir də ustad aşıq var. Mən özüm yazıram, düzürəm, qoşaramsa mən oluram ustad aşıq. Yaxşı. Biri də var, Aminin yazdığını mən ifa edirəm məclislərdə. Mən oluram ifaçı aşıq. İfaçı yaşadandır, yəni kiminsə əsərini yaşadır. Amma ustad yaradandır, əsasını özü qoyur. Və onu necə yadda saxlayır? Bax, ə, ki, s, o baş hərfləri. Əmra, kamanda, sarasılı. Bunlar ifaçılardır. Yerdə qalanlar da kimdir? Ustaddır. Aşıq ələsgərdir, aşıq halıdır, onlar xəstə qasımdır. Bunlar hamısı nədir? Ustadlardır. Amma bunlar necə aşıqlar, uşaqlar ifası? Əmra, kamanda, sarasılı. Ə, ki, s, baş hərflərini yadda saxlayırıq. Sonra keçid aldım nəyə? Nəğmə mahnının tərqi düşə bilər. Uşaqlar, mahnı musiqinin müşayiətindən melodiyası olur, özünə məxsus melodiyası olur. Amma nəğmələrdə melodiya olmur. Bir dənə fərqi budur ki, mahnının nəyi olur? Özünə məxsus melodiyası. Mahnılarda bir xalq mahnılarımız var, uşaqlar. Bir də məhəbbət məzmunlu mahnılarımız var. Xalq mahnılarında nə deyə bilərəm? Apardı Seylər Saranı, Qaragil kitabımız olan bu ikisidir. Küçələrə süzətmişəm, pəncərədən daş gəlir, qalanın dibində yəqin keçmiş olarsınız. Bunlar bizim nələrimizdir? Xalq mahnılarımızdır, yaxşı. Sonra keçid aldıq, bu oldu bizim nəyimiz? Şifahi xalq edəbiyyatının lirik növü və buna daxil olanlar. Amma ən qədim janrı lirik növün hansı oldu uşaqlar? Nəğmələr oldu, yaxşı. Epik növ. Epik növü nələr daxildir? Gəlin birinci yazaq. Tapmaca. Məlumatımız var, demişik. Tapmaca. Sonra lətifə. Atalar sözü. Atalar sözü. Sonra məsəl. Bir yazın, izahını verəcəm. Məsəl. Əfsanə. Əfsanə. Daha sonra rəvayət. Rəvayət. Sonra yanıltmaz. Yanıltmaz. Görün, başqa nə qaldı? Tapmaca yazdıq, lətifə yazdıq, atalar sözü yazdıq, məsəl yazdıq, nağıl qaldı bir də, nağıl. Bunlar nəyə aid uşaqlar? Epik növə aiddir. Hər birinin özünə məxsus xüsusiyyətləri var, amin. Diqqət oluruq. Tapmaca. Tapmaca ilə bağlı test cümlələrimiz konkret hansılardır? 1. Məntiqi təfəkkür tələb edir. 2. Hərfi mənada anlamaq olmur. 3. Əşyanın əlaməti üstü örtülü şəkildə verilir və bizdən tələb olunur ki, həmin əşya hansıdır? Tapmacada olan sual, bədii sual deyil, çünki cavab tələb edir. Tapmacalar həm nəzmlə ola bilər, həm də nə ola bilər uşaqlar? Nəzr yazıraq. Nəzr və nəzrlə. Lətifə. Lətifədə satirik gülüş əsas götürülür. Lətifə qəhrəmanlarımız yəqin ki, tanıyaraq. Bir Molla Nəsrəddin, bir də Bəhlul Danəndə. Molla Nəsrəddin özünü orada adam kimi göstərir. Amma əslində məqsəd o tipdə olan insanlar nə eləməkdir? Tənqid eləmək, ifşa eləməkdir. Məsələn, mindiyini saymıram. Məsələn, doyan o rəhmətli kimi olar. Məsələn, mıxı mismara döndərən var kimi məsələlər var. Bir də bu lətifələrin sonunda nə əmələ gəlir? Məsəl. Elə bu məsələlər də bir müddət sonra nəyə çevrilir uşaqlar? Atalar sözünə. Onda ardıcılıq belədir. Lətifə nəyə çevrilir? Məsəl. Məsəl də nəyə çevrilir uşaqlar? Atalar sözünə. Atalar sözündən də məsəlin fərqi nədir? Atalar sözlərinin izah lazımdır. Tam olmur. Bayaq dediyim kimi, bu məsələ bilmək üçün həmin nəyi bilməliyəm? Lətifəni bilməliyəm. Amma atalar sözü elə deyil. Atalar sözündə fikir bitkin və tam olur. Məsələn, 100 öz, bir biz. Məsələn, dostur tən gərək, tən olmasa gen gərək. Məsələn, deyirəm ki, el bir olsa dağ oynadar yerinə. Bu nədir? Atalar sözü orada fikir bitkin və tam olur. Atalar sözləri illərdən sınavından çıxmış hikmətli sözlərdir. Və onlara deyilir qanadlı sözlər. Necə sözlər deyilir uşaqlar? Qanadlı sözlər. Sonra bir ardıcılığı yenə də deyirəm. Lətifə, məsəl, atalar sözü. Müəyyən müddət sonra atalar sözünə. Əfsanə və rəvayət. Uşaqlar, əfsanə uydurma, fantastik, ağlın, düşüncənin dəş edə bilməyəcəyi şeylərdir. Rəvayət isə tam əksinə, real həyatda olmuş hadisələrdir. Əfsanələr də məzmuna görə bölünürlər 4 yerə uşaqlar. Hansı əfsanələrimiz var? Zoonimik, zoon heyvan, yəni nə ilə bağlıdır? Heyvanlarla. Toponimik, topoyer, yəni nə ilə bağlıdır? Yerlə bağlıdır. Sonra etnonimik, etno xalq millət deməkdir. Etnonimik, yəni xalqla bağlıdır. Bir də kosmogonik də kosmos səma cisimləri. Kosmogonik, bu da səma cisimlərlə bağlı. Zoonimikə məsələn Şanaqvi deyə bilərəm, Qızıllan deyə bilərəm, elədirsə? Toponimik yer adları, məsələn, Səngərsal deyə bilərəm, Beş barmaq dağı deyə bilərəm, Dəmirbəyə deyə bilərəm. Etnonimik, məsələn, Əfşar deyə bilərəm, Qacar deyə bilərəm, tayfalarla bağlı. Kosmogonik də bu ayla, günəşlə bağlı nələrimiz var, çoxlu əfsanələrimiz var. Kitabda əfsanəyə bir dənə nümunə Səməndər quşu əfsanəsidir, onu da ayrıca yadda saxlayırıq. Rəvayət. Real həyatda olmuş hadisələrdir. Sadəcə olaraq öz ilkin dəqiqliyini uşaqlar itirildir. Bir də bizə belə bir sual düşə bilər. Nələrin özünə məxsus başlanğıcı var. Rəvayətlərdədir.
bayaqlardadır, bir də nağıllarda. Bu üçün oxşar cəhət odur ki, bunların nə var? Özə məxsus başlanğıcı. Rəvayətlər deyilənə görə, rəvayətə görə belə rəvayət edirlər ki, nağıl biri vardı, biri yoxdur, Allahdan başqa heç kim yox idi, belə. Bayatı və bayatı ki, mən aşiq əzizəm eləmir. Nəyə var bunları? Özünə məxsus başlanğıcı var. Rəvayətlər də yəni iki yerə bölünür. Bir, tarixi şəxsiyyətlərlə bağlı var, uşaqlar, bir də yer adlarla bağlı. Kitabımıza rəvayətlərə nümunə Tomris veriblər, Astiaq veriblər, bir də Nuh Peyğəmbər veriblər. Elə üçü də nə ilə bağlıdır? Tarixi şəxsiyyətlərlə bağlı. Yəqin tarixdən onları bilərsə Tomrisdir, Astiaqdır. Sonra yanıltmazlar. Yanıltmazlar səs oyunu üzərində qurulur və uşağın nitqini inkişaf eləmək üçün. Demişdim size aşbaz Abbas aş asmış, asmışsa da az asmış. Yəni eyni ölçülü səslər, ahənglə demişdik. Yanıltmaz nə üzərində qurulur? Səs oyunu üzərində. Nəyə xidmət edir? Uşağın nitqini inkişaf etdirmək. Yəni yanıltmazlar da uşaqlar həm nəzmlə ola bilər, həm də nəsrlə ola bilər. Atalar sözü də həm nəzmlə ola bilər, həm nəsrlə ola bilər. Atalar sözüdür, məsəldir, nəzm, nəsr. Bunlar məşhur güvənin test sualları da, sınaqlarda çox sallar. Düşür ki, şifahi xalq ədəbiyyatının nələr nəzm, nəsr olur? Cavab nədir? Tapmaca, atalar sözü, məsəl yanıltmaz. Bu dördünü birləşdirən xüsusiyyət nədir? Bunlar həm şeir formasında olur, həm də nəsr, cümlələr formasında olur. Yaxşı. Sonra gəldik nağıl. Nağılın əvvəlində əsərin məzmunla heç bir əlaqəsi olmayan kiçik bir şeir parçası olur. Qaravəlli deyilir uşaqlar. Bir yerdə onu pişirovdur. Məsələn, hamam hamam içində, xəlbir saman içində, dəvə dələlli eylər, köynə hamam içində. Qarışqa şırlaq atdı, dəvənin budu batdı. Xanın yaratmaz oğlu, elin malını satdı, puluna doşab aldı, içib, yeyib, yıxıldı, yatdı. Məqsəd nədir? Niyə əsərin məzmunu bağlı olmayan bir şey burada verək? Nağıl adətən oxucuları kimlər olur? Az yaşlılar olur, uşaqlar olur. Onlarda elə bir nağıla maraq oyatmaq üçün nə verir əsərin əvvəlində? Ya qaravəlli verir, ya qaravəlli və pişirə eyni şeydir. Onun əsərinin süjet xəttlə heç bir bağlılığı yoxdur. Və bu nağılların sabit forma xüsusiyyətləri var. Bu nə deməkdir? Bütün nağıllar, bütün deməyim, əksəriyyəti eyni olur da. Nəydən başlayır? Biri vardır, biri yoxdur. Deyər, ortada söhbəti şirinləşdirmək üçün az getdi, üz getdi, dərə təpə düz getdi. Orada ayda illə, burada müxtəsər dillə. Sonluq isə göydən müsalma düşdü, biri sənin, biri mənim, bir də nağıl söyləyənin. Əvvəldə də pişirov və nə olur? Qarabəli. Bu bayatınla da nağılın iki oxşarlığını vurğulamış oluruq bu zaman. Bayatı da nağılın da özünə məxsus nəyi var? Başlanğıcı var, bu bir. Bir də hər ikisinin sabit forma xüsusiyyətləri var. Bütün bayatlar 7 hecə, 4-cü sıra A, B, A və mən əzləm, eləmin ifadələrindən başlayır. Yəni sabit forma nəyi var? Xüsusiyyətləri var. Amma nağıllar ancaq nəsrlə olur. Nəzmlə olan nağıl ümumiyyətlə yoxdur. Və nağıllarda qəhrəman ideallaşdırılır və mən sizə bütün sözünü burada istifadə edə bilərəm. Bütün nağıllarda qəhrəman mənfi qüvvələrə nə edir? Qalib gəlir, uşaqlar şər qüvvələr üzərində qələbə sağlayır. Nağıllar da məzmuna görə bölünürlər 3 yerə. Hansılardır? Heyvanlar haqqında nağıllar var uşaqlar, sonra sehirli nağıllar var uşaqlar, sehirli nağıllar. Bir də nağıllarımız var. Ailə, məişət nağılları var. Uşaqlar, bizim vaxtımızda tarixi nağıllar da var idi, sonradan onu çıxartdılar. İndi ediblər 3. Heyvanlar haqqında nağıllara biz keçmişik Şir və Tülkünün nağılı, yadınıza gəlirsə. Sehirli nağıllara, məsələn, Məlik Məmmədin nağılını eşitmiş olarsınız, Zümrüd quşu var. Ailə məişətdə Yetim İbrahim nağılı keçmişik, onu da yenə bilərsiniz. Sonra gəldik. Heyvanlarda da heyvanlar iki yerə bölünür. Bir xeyri təmsil edən heyvanlar var, bir də şəri. Məsələn, ilandır. Bu ilan adətən nəyi təmsil edir? Şər qüvvəni. Tülkü adətən nəyi təmsil edir? Şər qüvvəni. Amma müsbət tərəf olur. Məsələn, dovşan adətən müsbət tərəf olur da. Adətən də həmişə deyə bilmərəm də. Sonra heyvanlar da böldük neçə yerə uşaqlar? 2 yerə. Müsbət və mənfi olaraq. Sonra keçid aldım nəyə uşaqlar? Dramatik növə. Şifahi xalq ədəbiyyatının dramatik növündə nələr var idi? Yazılı ədəbiyyatda nə idi uşaqlar? Drama idi, faciə idi və komediya, trajikomediya. Və şifahi xalq ədəbiyyatında nə var? Tamaşa var uşaqlar. Tamaşa, oyunlar var, oyunlar. Bir də dini tamaşalar var. Dini tamaşaya da şəbihlər deyilir. Nə deyilir uşaqlar? Şəbihlər. Şəbihlər yazır, bax elə. Şəbihlər. Tamaşa nədir? Bu xalqa deyil ifa eləmək üçün meydanlarda göstərirlər, tamaşa göstərir. Ona el arasında meydan tamaşaları da deyilir. Bəs oyun nədir? İstirahət saatlarımızı daha maraqlı keçirmək üçün oyunlardan istifadə olunur. Oyunlarla bağlı belə bir test cümləsi də var ki, insan orqanizmi nəyə gətirir? Hərəkətə. Və oyunlar iki yerə bölünür. Oturaq hərəkətli. Bir də oturaq oyunları var. Hərəkətli oyununda bir adlı mütəhərrik oyunlar deyilir. Hansılardır? Hərəkətli oyunlarımız dəyirman, xəndəyə düşmə, bir də dəsmalı bel. Bunlar hərəkətlidirlər.
Oturaq oynarıq, uçdu, əl üstə kimin əli, lal bilməz. Bunlar necə oynardı? Oturaq oynardı. Sonra dini tamaşalar, şəbihlər, bu mərasimi zamanı o sənələrinə deyilir, məscidlərin qabağında nələrsə ifa edirlər, səsləndirlər. Onlara necə tamaşalar edir uşaqlar? Dini tamaşaları və şəbihlərdə adlanır. Bir də dastan və poem haqqında da məlumat verəcəm, mən onu yazı ədəbiyyatda qeyd eləməmişəm. Uşaqlar, dastanlar demişdik, epos sözündən götürülür. Nə deməkdir dastan? Dastan nə sözündən götürülür uşaqlar? Epos. Və biz dastanları bölürük iki yerə. Bir məhəbbət dastanları var, bir də qəhrəmanlıq dastanları var. Məhəbbət dastanlarına Əsli və Kərəm, Abbas və Gülgəz, Tahir və Zöhrə, Əsli və Kərəm, Şah İsmail, Xətai, bir də Aşıq gəlir. Bunlar necə dastanlardır? Məhəbbət. Məhəbbət dastanlarımız adətən duvaq qapmanla bilir. Duvaq qapma nədir? Sonunda iki dənə aşıq qovuşurlar. Gəlinin duvağını qapmağa asırsan belə. Amma bir dənə Əsli Kərəmdir ki, sonu faciə ilə bitir. Ustadnamə ilə də başlar. Ona cahannamə deyilir. Nə deyir uşaqlar? Sonu faciə ilə bitən məhəbbət dastanı nə adlanır? Cahannamə adlanır. Bu da ayrıca qaydada düşür bizə. Və ustadla bu məhəbbət dastanları 3 dənə ustadnamə ilə başlayır. 3 dənə ustadnamə ilə başlayır. Nə ilə bitir? Duvaq qapmana. Duvaq qapmanla bitməyəndə nə adlanır? Cahannamə. Ona da bir dənə hansı aiddir? Əsli və Kərəm. Bu oldu məhəbbət. Bəs qəhrəmanlıq hansıdır? Biz ayrıca keçirik. Koroğlu, Dədə Qorqud, sonra Səttərxan, Qaçaq Nəbi, Qaçaq Kərəm. Bunlar necə dastanlarımız bizim? Qəhrəmanlıq dastanlarımız. Bir də belə bir test cümləsi var ki, deyir, qəhrəmanlıq dastanında məhəbbət mövzusu olmaz, məhəbbətdə qəhrəmanlıq olmaz. Bu fikir yanlışdır. Şah İsmail məhəbbət amma orada Şah İsmailin nəyinə də söhbət açılır? Qəhrəmanlığından. Koroğlu qəhrəmanlıq amma orada sevgi söhbətləri var da. Koroğluyla Nigardır, sonra Dəmirçioğlu ilə onun Telli xanımdır. Yəni bunlarda sevgi məsələləri də yenə yer verir. Az da olsa verilir uşaqlar. Sonra aşıqlarımızı dedik, oyunlarımızı dedik, yekunlaşdırdıq. Bu oldu bizim nəyimiz? Şifa xalq ədəbiyyatımız. Dayandıra bilərik.